Yeni ildə şokolad uşaqdan böyüyə hər kəsin xoşbəxt anlarının şirin parçası olur. Bu şirin anların memarlarından biri də Oba Marketlər şəbəkəsinin şəxsi markası olan Mariada şokolad çeşidləridir. Ləzzət möcüzəsi şokoladlarımızın hazırlanması ilə tanış olmaq üçün yollanırıq Qafqazın və Azərbaycanın ən iri və yüksək keyfiyyətli qənnadı məmulatçısı olan Ulduz şokolad fabrikinə. Əziz izləyicilərimiz, məhsullarımızın istehsal yolu ilə sizi mən Keyfiyyətə Nəzarət Şöbə Müdiri Fərid Mirzəyev tanış edəcəm. Şokoladlarımızın ləzzətli olmasının sirri onların tərkibində istifadə etdiyimiz yüksək keyfiyyətli xammallardandır. Xammalın qəbulu prosesi ilk olaraq laboratoriya şəraitində analiz aparılır. Qəbul olunan uyğun xammallar istehsal sahəsinə ötürülür. İstehsala başlamazdan əvvəl avadanlıqlar və istehsal sahəsinin sanitar-gigiyenik vəziyyəti yoxlanılır, avadanlıqların sazlığı təsdiqlənir və texnoloji proses təsdiqlənmiş reseptura əsasında qurulur. Bundan sonra keyfiyyətə nəzarət mütəxəssisləri tərəfindən nəzarətdə saxlanılır. Bişmə mərhələsindən sonra məhsullardan nümunələr götürülərək laboratoriyada analiz edilir və nəticələr uyğun olduğu halda istehsal prosesinə davam etdirilir. Bişirilmiş məhsullar soyudulur, formalaşdırılır, üzərinə şokolad qadı əlavə olunur və metal detektordan keçirilərək qablaşdırma sahəsinə yönəldilir. İstehsal prosesində Almaniya və İtaliya istehsalı qida təhlükəsizliyi tələblərinə cavab verən müasir avadanlıqlardan istifadə olunur. Müəssisəmizdə BRC, IFS, ISO 9001, ISO 22000 və halal beynəlxalq standartları tətbiq olunur. Qablaşdırmadan sonra məhsullar keyfiyyətə nəzarət mütəxəssislərinin təsdiqi ilə ambara yerləşdirilir. Saxlanma və daşınma zamanı isə temperatur 18-21 Selsi dərəcədə, nisbi rütubət isə 75%-dən çox olmamaq şərti ilə təhlükəsiz şəkildə marketlərə çatdırılır. Artıq 2026-cı ili qarşılamağa hazırlaşırıq. Əziz qonşularımız, sizə Mariada kimi şirin, ləzzətli və unudulmaz yeni il arzulayırıq. Yeni ildə görüşənədək, hələlik!